Salam 44 kanalının dəyərli izləyiciləri, BMW X5 C05 bu videomuzun mövzusudur. Bu model X5-in sonuncu nəslidir və əgər siz bu dəqiqə yeni X5 almaq istəsəz, məhz bu modeli alacaqsınız. Düzdür, sizin alacağınız avtomobil əgər 0 kilometrdirsə, restyling versiya olacaq. Bizim avtomobilimiz isə restylingdən əvvəlki modeldir. Restyling demişkən onu qeyd edeyim ki, bu avtomobillər istehsal olunurlar 2018-ci ildən günümüzə kimi və 2023-cü ildə də restyling keçiriblər. Bizim avtomobilimiz 2020-ci ildir, ona görə də restylingdən əvvəlki modeldir. Avtomobilin həm boya təbəqəsi, həm də metalı olduqca dözümlüdür. Bir şey qeyd edeyim ki, əvvəlki X5-lərdə, yəni həm 70 gövdədə, həm F15-də ön qanadlar plastikdən idisə, artıq C05-də ön qanadlar metaldan hazırlanıb. Avtomobilin ümumi dizayninə qalanda mənə elə gəlir ki, uğurlu bir dizayn alınıb. Nə də olsa BMW-nin o klassik xəttləri bu avtomobildə də qorunub, saxlanılıb. Məhz bu ikili radiator barmaqlığıdır, bu gündüz işıqlarıdır BMW-nin yumru məşhur. Bu avtomobildə də var. Amma burada məhz elə gündüz işıqları demişkən onu qeyd edeyim ki, ümumiyyətlə bu C05-lərdə restylingdən əvvəlkində LED və lazer tipli işıqlardan istifadə olunur. Bizim avtomobilimizin üzərində lazer tipli işıqlar var. Gördüyünüz kimi ortada da o göy xəttlər var. Bu LED ilə lazerin fərqini məhz bu cür belə bilə bilərsiniz. Lazer tipli işıqlar restylingdə artıq yoxdur. Restylingdə artıq lazer tipli işıqlardan imtina olundu və lazer tipli işıqlar artıq sonuncu işıqlardır ki, siz BMW-nin o Angel Eyes dediyimiz məşhur gündüz işıqlarını X5-lərdə görə bilərsiniz. Çünki artıq restylingdə o yumru işıqlar yoxdur və böyük ehtimal bundan sonraki X5-lərdə də həmin o yumru işıqlar olmayacaq. Və bu Angel Eyes yalnız lazerdə var idi, LED-lərdə də yoxdur. Çünki LED-lərdə bu altda 2 dənə xətt gedir, yəni o yumru işıqlar yoxdur. Onu da qeyd edeyim ki, hər G nəslindəki kimi bu avtomobildə də artıq radiator barmaqlığında jalüzlərdən istifadə olunur və lazım olanda mühərriki soyutmaq üçün bu jalüzlər açılır, içəri hava daxil olur. Bu həm aerodinamika baxımından daha yaxşıdır, həm də ki, mühərrikin temperaturunu ideal vəziyyətdə saxlamaq üçün nəzərdə tutulub. Avtomobildə duman işıqları da var. Onu da qeyd edeyim ki, X5 C05-ləri siz iki cür xarici görünüşdə ala bilərsiniz. Bu ya X-Line olacaq, yəni sadə dediyimiz variant, ya da M-Sport, yəni bu bamperlərlə olacaq. M-Sportda məlum məsələdir ki, həm daha aqressiv buferlər öndə və arxada, disklər və s. olur. Avtomobildə sözsüz ki, açarsız giriş özəlliyi də var. Yəni açar lazım olmadan qapıları aça bilirsiniz və qapıların yumşaq bağlanması sistemi də var. Avtomobil arxa hissədən də bu cür görsənir. Məncə arxa stoplar çox gözəl alınıb. Həm restylingdən əvvəlkində, həm də restylingdən sonraki modeldə. Səs boğucu başlıqları burada fake deyil. Oradan həqiqətən də tüstü çıxır hər iki tərəfdən də. Amma burada belə bir nüans var ki, artıq C05-də səs effekti üçün dinamiklərdən istifadə eləməyə başlayıblar. Bu dinamiklər alt hissədə yerləşir və xüsusən də dizel modellərin səsini biraz daha yaxşı göstərmək üçün məhz bu səs effektlərindən istifadə olunur. Deməli, avtomobilin baqajı əvvəlki X5-lərdəki kimi iki hissədən ibarətdir. Tapa bilsəm, buradan açılır. Deməli, üst hissə F15-də də olsa elektron formada açılırdı, amma alt hissə bundan əvvəlki nəsillərdə mexaniki idi, amma artıq C05-də məhz bu baqaj qapağının alt hissəsi də elektron formadadır. Baqaj olduqca böyük baqajdır, 650 litrdir, arxa oturacaqları qatlaya bilirsiniz. Bizim avtomobilimiz 5 yerlikdir, amma 7 yerlik versiyalarda olur. Məhz arxa oturacaqları bu tutacaqlar vasitəsilə qatlaya bilirsiniz və baqajın da üst qapağı da var ki, açıb bağlaya bilirsiniz. Və yenə də baqajı bağlamaq üçün basırsınız bu düyməyə, baqaj bağlanır. F15-də məsələn bu hissələr tez çatlayırdı, amma burada öyle fikirləşiblər ki, bunu biraz alçaq eləsinlər. Maşına minəndə yenə də bu maşın hündür maşında, nə də olsa o qədər minib düşmək rahat deyil. Xüsusən də
düşəndə həmişə məsələn şalvarı sürtməli olursunuz bu alt hissəyə və bu da maşın xüsusilə də çirkli olanda artıq şalvarınız batacaq məcbur, başqa variantınız yoxdur. Bir BMW həvəskarı olaraq fikirləşirdim ki, BMW-nin interyer dizaynı həmişə Mercedes-dən daha geridə qalır, amma G05-də bu o hal deyil. Yəni burada doğrudan da bir premium segment avtomobildə oturduğunuzu hiss edirsiniz. Bütün bu alüminium işləmələr, məhz bu kristal sürətlər qutusunun başlığıdır, bu parıltılı plastikdir. Yəni çox gözəl bir atmosfer yaradır burada. Xüsusən də gecə sürüşündə bu ambiyans işıqlar ki var burada çox gözəl görsənir. Artıq bu G05-dən etibarən yəqin ki X5-lərdə o düz sadə oturacaqlar olmayacaq. Çünki artıq baza olaraq bu avtomobillərdə sport tipli oturacaqlardan istifadə olunur gördüyünüz kimi. Və əlbəttə ki, opsiya olaraq daha bahalı komfort oturacaqlar da sifariş verə bilirsiniz avtomobillər təzə olanda. Oturacaqların sözsüz ki, soyudulma və isidilmə özəlliyi var. Eyni zamanda oturacaqların yaddaşı da var. Hətta bəzi X5-lərdə daha yaxşı komplektasiyalarda burada bir ədəd də düymə var ki, siz məhz sürücü olaraq sərnişin oturacağını da idarə edə bilirsiniz. Sükan multisükandır, qəşəng M sükandır, özdə qalın sükandır, ələ çox yaxşı oturur. Bizim versiyada sükanın qızdırılması özəlliyi yoxdur. Məhz sükan qızdırıcısı olanda bu hissədə bir düymə olur ki, onu basırsınız, başlayır sükan qızmağa, amma sükanın mexanizmi elektrondur. Yəni yuxarı, aşağı həm də dərinliyə görə özünüzə görə tənzimləyə bilirsiniz. Cihazlar panelimiz sözsüz ki, rəqəmsaldır. Düzdür, bəzi şəxslər qeyd edirlər ki, bu xüsusən də bu taxometr göstəricisi saat əqrəbinin əksi istiqamətinə getdiyinə görə biraz pis görsənir, amma əmin ola bilərsiniz ki, yəni sürüş zamanı buna heç baxmırsınız, əsasən sürətə baxırsınız və xüsusən də əgər avtomobildə head-up display varsa, ki bizim avtomobilimizdə yoxdur, yəni demək olar ki, siz spidometrə baxmırsınız heç. Yəni bu öyrəşmək məsələsidir biraz. Amma məhz bu rəqəmsal cihazlar panelinin nəyini bəyənmirəm? Məsələn, əvvəlki nəsildə F15-dəki 6VB cihazlar panelində siz sürüş rejimlərini dəyişəndə cihazlar panelinin də rəngləri dəyişirdi. Məsələn, sport rejimdə qırmızıya keçirdi, eko rejimdə göyə keçirdi. Amma burada yəni menyu eyni olaraq qalır. Restylinqdən əvvəlki G05-də bu multimedia monitoru 12.3 düymlükdür. Lakin restylinqdən sonra bu ön panel dəyişib demək olar ki, tamamilə və həm cihazlar paneli, həm də multimedia monitoru bir yerdədir. Böyük bir planşet olub. Artıq restylinqdəki multimedia monitoru 15 düymlükdür, daha böyükdür bundan. Burada OS 7 istifadə olunur, 7-ci nəsil iDrive və istifadəsi də çox rahatdır. Bizim baza olaraq 3 zonalı klimat kontrolumuz var. Artıq daha yaxşı komplektasiyalarda 4 zonalı klimat kontrol ola bilir. Onu da qeyd edeyim ki, restylinqdən sonraki modeldə multimediyanın menyusu da fərqlidir. Artıq 8.5 əməliyyat sistemi var və biraz fərqlər var. Qalan burada 2 ədəd stəkanlıqdır, naqilsiz şarj özəlliyi var. Burada əşyalarımızı qoymaq üçün yenə bir bölmə var. Qeyd edim ki, daha yaxşı komplektasiyalarda olan G05-lərdə həm də içkilərin soyuq və ya isti saxlama funksiyası da var. Bizim avtomobilimizdə bu yoxdur. Deməli, USB çıxışı var, 12 voltluq soketdir. Bu mərkəzi hissədə burada elektron park əyləcədir. Sport, komfort, Eco Pro və adaptiv rejimləri, sürüş rejimləri artıq F seriyasındakı kimi, yəni 2 düymə vasitəsilə idarə olunmur. Bunlar hərəsi bir düymə olub və məncə çox rahat deyil. Xüsusilə də mənim 2 F seriya avtomobilim olub və həmişə də mən öyrəşmişəm ki, yəni gözümü yoldan ayırmadan sadəcə sürüş rejimlərimi dəyişim. Amma burada artıq yəni istər-istəməz gözünüzü ayırmalısınız yoldan və bu düymələri tapmaq lazımdır. Bilmirəm niyə belə bir qərar veriblər. Amma olsun. Və start-stop düyməsi də məhz bu hissədən keçib
mərkəzi konsola demək olar ki, bütün G seriyalarında və bu da maraqlı bir həll üsulu. Ayrıca diqqətə çəkmək istəyirəm bu sürətlər qutusunun başlığına. Bu başlıq mənə xüsusən də bu Sovet avtomobillərindəki o içində qızıl gül olan başlığı xatırladır. Düzdür, əlbəttə ki, bu bir zarafatdır. Yəni görüntüsü çox gözəldir. Bu da gözəl dizayn elementlərindən biridir. Dirsək altlığı olduqca genişdir. Yəni çox əşyalarınızı qoya bilərsiniz bura. Yəni ümumi olaraq salon çox genişdir. Burada oturmaq rahatdır. Salon materialları da kifayət qədər yüksək keyfiyyətlidir. Bu mərkəzdə mebel tipli materiallardan istifadə olunur. Dərisi, plastikləri çox keyfiyyətli materiallardır. Panoramik tavanımız var. Bir də Sky Lounge adında panoramik tavan var bu C05'lərdə, hansı ki bu Rolls-Royce'un ulduz tavanı ki var, BMW də bunu biraz özününküləşdirib və Sky Lounge panoramik tavan adını verib. Buna hansı ki panoramik tavanda işıqlıdır və orada ambiyans işıqları kimi bir işıqlar var, hansı ki gecə sürüşlərində xüsusilə də salona çox gözəl bir bu hava qatır. Əziyyət deyə bu maşına minib. Yer çoxdur maşında, amma sən bir dənə fikir ver düşməyimə. Yəni, bütün maşını hiss edirəm də. 1.75 boyumla özüm öz arxamda rahat şəkildə otura bilirəm. Diz məsafəm var, baş məsafəm də var. Dirsək altlığımız var. Burada 2 ədəd stəkanlıqdır. Eyni zamanda da əşyalarınızı qoymaq üçün bir bölmə var. Arxada da oturma olduqca komfortludur. Burada 2 ədəd hava deflektorudur. Oturacaqların isidilməsidir. Bizim avtomobilimizdə 3 zonalı klimatdır. Lakin 4 zonalı klimatda artıq arxa sərnişinlər də klimatı idarə edə bilirlər. 2 ədəd belə cib var əşyalarınızı qoymaq üçün. Eyni zamanda burada ciblər var. Əşyalarınızı qoya bilərsiniz. Sürücü oturacağının arxasında USB çıxışı var. Burada əşyalarınızı qoymaq üçün yenə qapı karterində yer var. Zavod pərdələrdir arxa sərnişinlər üçün. Panoramik tavan bura kimi uzanır və gözəl bir görüntü yaradır. Burada da bir ədəd 12 voltluq soket var. Bu qədər. C05'in kapotunun altında bir neçə mühərrikə rast gələ bilərsiniz. Burada əsasən BMW-nin son nəsil B seriya mühərriklərindən istifadə olunur. Yalnız bir ədəd 4.4 litrli V8 benzin mühərrikidir ki, N seriyasına, yəni daha əvvəlki seriyalara aiddir. Bizim avtomobilimizdə məsələn B47 2 litrli turbo dizel var. Hansı ki siz bu mühərriki daha kiçik avtomobillərdə də görə bilərsiniz. Məsələn 3-cü seriyada, 5-ci seriyada, eyni zamanda bundan əvvəlki F seriyasında da bu mühərriklərdən görə bilərsiniz. Mühərriklər olduqca populyar mühərriklərdir, dözümlü mühərriklərdir. Düzdür, 228 at gücü bu boyda avtomobil üçün azdır. Yəni performans həvəskarları bəyənməyəcəklər bu mühərriki, amma yəni sakit sürüşlər üçün kifayət qədər normaldır. Bayaqdan da biz bura gələndə müəyyən qədər yol getmişik və bəs eləyir. Yəni sakit sürüşlər üçün. Şəhər daxilində yanacaq sərfiyyatı sakit rejimdə 7-8 litrdir, amma daima sport rejimində sürəndə 11-12 litrə də qalxa bilir. Yəni kifayət qədər qənaətçil mühərrikdir. Əgər düzgün yanacaq, yaxşı dizeldən, yaxşı yağdan istifadə eləsəz, bu mühərriklərin resursu 300.000 kilometrdən də çox ola bilir. Burada daha böyük dizel mühərriklər də var. B57 mühərrikləri, hansı ki 6 silindirli, 3 litrli mühərriklərdir. Və modifikasiyadan asılı olaraq bu 3 litrli dizel mühərrikinin gücləri də fərqli ola bilir. Məsələn, 261 güclü versiya var, hansı ki 1 turbo ilə təchiz olunurlar. 335 at güclü versiya var, hansı ki 2 turbodur və bir də 4 turbolu variant var, hansı ki 394 at gücünə sahibdir və bu 4 turbolu variant yalnız M50D modelində istifadə olunurdu. O da yalnız restylingdən əvvəlki C05'lərə aiddir. Artıq o restylingdən sonra həmin modifikasiyanın istehsalını saxladılar. B57 kifayət qədər dözümlü dizel mühərrikidir. Yenə də yaxşı yağdan, yaxşı yanacaqdan istifadə edirsiniz. Kifayət qədər uzun ömürlüdür. 350.000 kilometrdən də çox gedə bilir. Rahat chip tuning də götürür, yəni at gücünü artıra bilirsiniz.
Bir də ki, yanacaq sərfiyyatları da ki, şəhər daxilində maksimum 10 litr olur sakit sürüşdə, amma aqressiv sürüşdə məlum məsələdir ki, daha da arta bilir. Benzin mühərriklərinə gələndə isə BMW-nin ən populyar mühərriklərindən biri olan B58 3 litrli sıralı 6 silindrli turbo mühərriki istifadə olunur. Olduqca dözümlü mühərrikdir. Bu F15-dəki N55 mühərrikinin yerinə gəlib. N55-dən də qat-qat dözümlüdür. Rahat at gücünü də artıra bilirsiniz. 400 üzəri at gücləri də ala bilirsiniz. Ki bu onun resursuna da çox təsir eləmir. Və bu B58 mühərrikini müasir dövrün 2 JZ-i də adlandırırlar. Məhz bu özəlliklərinə görə ki, həm tuning potensialı var, həm də resursdan çox itirmirsiniz. Ona görə də B58 bu dəqiqə ən yaxşı benzin mühərriklərindən biri sayılır dünyada ki, X5 də bu mühərriklə təchiz olunub. Dinamikası kifayət qədər yaxşıdır. 0-dan 100-ə 5.5 saniyəyə yığır. Amma yanacaq sərfiyyatı məsələn dizel mühərriklərinə baxanda sözsüz ki, daha çoxdur. Xüsusən də daima bu avtomobilləri sport rejimdə sürəndə. Bir də burada hibrid versiya var, hansı ki, eyni B58 mühərikidir. Sadəcə bir ədəd elektrik mühərriki də qoşublar ona və plug-in hibrid olub. Restylingdən əvvəl 390 at gücüdür, restylingdən sonra 480 at gücüdür. Dinamikası demək olar ki, B58 ilə eynidir, standart versiya ilə. Lakin daha qənaətçildir. Məhz bu elektrik mühərriki hesabına 24 kW-lıq batareyadan istifadə olunur. Hansı ki, tam şarj eləyəndə şəhər daxili 50-70 km kimi bir yalnız elektrik məsafəsi verir. Ki, məncə şəhər daxili istifadə üçün əgər iş yerində və ya evdə şərait varsa ki, avtomobili daima enerji mənbəyinə qoşulsun, məncə çox yaxşı variantdır, məhz bu hibrid variant. Hibrid variantın yanacaq sərfiyyatı da 5 litri keçmir, yəni 5 litrin altındadır. Yəni daima həm elektrik, həm benzin sürəndə. Amma əgər elektrik enerji qalmasa, yalnız benzin sürəndə, onda artıq standart B58 kimi yandırır. Yəni 10 litrin artıq üzərində olacaq. Ən böyük benzin mühərriki də qeyd elədiyim kimi daha əvvəlki nəsillərdən qalan N63 4.4 litrli V8 mühərrikidir. Düzdür, uzun illər BMW mühəndisləri bu mühərrikin üstündə işlədilər və artıq G05-lərdə bu mühərriklər nisbətən daha dözümlüdür əvvəlki modellərə baxanda. Amma yenə də əgər xüsusi bir dinamika həvəskarı deyilsinizsə, yəni məncə 4-4 almağın çox da mənası yoxdur ki, olsa 3 litrli mühərrik və dizellərdən də yaxşı at gücləri almaq olur. Uzun illər X5-in ən önəmli özəlliyi onun crossover olmasına baxmayaraq bir sedan kimi idarə olunması idi və C05-də də bu adət-ənənə pozulmayıb və avtomobil baxmayaraq ki, kifayət qədər hündür avtomobildir, amma yenə də bir sedan kimi idarə olunma qabiliyyətinə sahib. Sözsüz ki, bu idarə olunma manevr qabiliyyətinin arxasında askı sistemi dayanıb və ilk olaraq məhz bu G05-də arxa askı sistemində 5 qollu askıdan istifadə edirlər. Bu da məhz avtomobilin arxa təkərlərinin də qabaq təkərlərlə birlikdə sağa-sola dönməsinə şərait yaradır. Qaldı ki, avtomobilin yumşaqlığına və sərtliyinə G05 F15-dən çox daha komfortlu avtomobildir. Düzdür, bizim avtomobilimizin üzərində 20-lik disklər var. Daha ola bilsin, böyük disklərlə biraz nisbətən komfort az olsun, amma yəni, çox komfortlu avtomobildir həqiqətən. Amma ümumilikdə bu avtomobilin yumşaqlığı və yaxud sərtliyi sizdən asılı bir şeydir, nə mənada? Çünki BMW sizə bir neçə növ askı sistemi təklif edir. Məsələn, bazı olaraq bu avtomobillərdə artıq adaptiv amortizatorlar var, hansı ki, sürüş rejimlərindən asılı olaraq avtomobilin sərtliyini dəyişə bilir. Yəni, komfort rejimdə daha yumşaq olur, sport rejimdə nisbətən bərk olur. Bundan əlavə G05-də məhz uzun illərdən sonra Y53-dəki kimi artıq tam pnevmatik askı sistemi var. Yəni, həm ön oxda, həm də arxa oxda pnevmatik askı sistemindən istifadə olunur ki, 70-ci gövdə və F15-də yalnız arxa oxda pnevmatik askı sistemi var idi.
Pnevmatik askı sistemi əlbəttə ki, avtomobili çox daha yumşaq edir, komfortlu edir. Eyni zamanda avtomobilin off-road xüsusiyyətlərini də artırır ki, əgər siz GS05-i X Off-Road paketi ilə alsaz, məhz bu pnevmatik askı ilə birlikdə avtomobilin klirensini 28 santimetrə kimi yüksəldə bilərsiniz ki, razılaşmaq lazımdır ki, bu da şəhər crossoveri üçün kifayət qədər böyük bir klirensdir. Bundan əlavə, əgər siz daha sportiv sürüş istəyirsinizsə, o zaman BMW sizə M Professional askı sistemini təklif edir, hansı ki, bu artıq BMW-nin performans avtomobillərində olur, yəni M seriyasında olur. Amma opsiya olaraq GS05 üçün də sifariş verə bilirsiniz ki, M Professional askı sistemində artıq avtomobilin aşmaya qarşı stabilizatorları var, sport diferensial var, hansı ki, onun manevr qabiliyyətini çox daha ayrı bir səviyyəyə daşıyır. Sözsüz ki, M Professional askı sistemi pnevmatik askıdan və yaxud sadə askıdan çox daha sərt olacaq, amma əvəzində manevr qabiliyyəti çox daha yaxşılaşacaq. Bizim avtomobilimiz 2 litrli turbo dizellə təchiz olunduğundan 228 at gücüdür. Yəni bu boyda avtomobil üçün əlbəttə ki, çox deyil, amma yəni şəhər daxili çox da pis dinamikaya sahib deyil. Səhv eləmirəmsə 0-dan 100-ə 7.5 saniyə olmalıdır. Amma yəni şəhər daxilində rahat sürə bilirsiniz, sürətlənə bilirsiniz. Yəni xüsusi bir dinamika problemləri yoxdur salonda 2 nəfərlə. Buradakı sürətlər qutusu da ZF-in 8 HP sürətlər qutusudur, hansı ki, BMW-nin artıq bir çox avtomobillərində uzun illərdir ki, istifadə olunur və özünü də ən yaxşı cəhətdən göstərə bilib, həm dözümlülük baxımından, həm dinamika baxımından, həm də mühərrikə etdiyi qənaət baxımından 8 HP sürətlər qutusu da olduqca dözümlü və yaxşı sürətlər qutusudur. Amma istər-istəməz bu dizel mühərriki yerindən götürəndə hiss edirsən ki, mühərrik biraz əziyyət çəkir, amma bir qədər sürət yığandan sonra başlayır mühərrik yaxşı getməyə. Çox əziyyət çəkmir. Səs izolyasiyasına qalanda, səs izolyasiyası yaxşı səviyyədədir, F15-dən daha yaxşıdır. Yəni kənardan xüsusilə bir küləyin səsini və yaxud digər avtomobillərin səsini hiss eləmirsiniz. Amma istər-istəməz dizelin səsi xüsusən də bu aşağı sürətlərdə hiss olunur. Amma artıq avtomobil axınına qarışandan sonra dizelin səsini o qədər də hiss eləmirsiniz. X5 əlbəttə ki, tam ötürücülü avtomobildir. Yəni burada BMW-nin X-Drive sistemi istifadə olunur tam ötürücü kimi. Amma yalnız arxa çəkən X5-lər də var. Onlar S-Drive modelləri gedir. Bizim avtomobilimiz də tam ötürücülü avtomobildir. Sözsüz ki, burada həm arxada, həm arxa oxda, həm də ön oxda diferensial var 2 ədəd və bunların mayələrini vaxtında dəyişmək lazımdır. Eyni zamanda sürətlər qutusunun da mayesini dəyişmək lazımdır. Hardasa 80.000 kilometrdən bir. Y53 fanatlarına görə əlbəttə ki, Y53-dən yaxşı maşın yoxdur yer üzündə və dünyadakı yeganə X5 də Y53-dür. Amma mən bu fikirlə razı deyiləm, çünki BMW mühəndisləri uzun illər öz avtomobilləri üzərində işləyirlər. Xüsusən də X5 kimi çox satılan bir avtomobildə və nəsillərlə bu X5-in, ilk X5-in o məşhur problemləri yavaş-yavaş həll olundu. Çünki Y53 sadəcə 39 gövdə idi, hansı ki, nisbətən hündür idi və tam ötürücü sistemi ilə təchiz olunmuşdu. Kifayət qədər problemlər var idi Y53-də, məsələn, yağ sərfiyyatı var idi, pnevma və digər elektron sistemlərin problemləri var idi, amma artıq nəsillər keçdikcə F seriyada və indi də G seriyada avtomobillər həm daha dözümlüdür, həm mühərrikləri dözümlüdür, daha az problemləri var. Eyni zamanda idarə olunma baxımından, təhlükəsizlik baxımından və digər bir çox baxımdan da avtomobillər yeni X5-lər özlərini daha yaxşı göstərirlər. Bu qədər dəyərli izləyicilər, bu videonun da sonuna gəlib çatdıq. Kanalımıza və sosial media hesablarımıza da
abunə olmağı unutmayın ki, bu cür videoları qaçırmayasınız. Gələn videolarda görüşənədək sağ olun.